O, kürəkənini məişətdə istifadə olunan bizlə öldürüb. Cinayəti də üzərinə götürmüşdü. Lakin istintaq araşdırmaları ilə bu yaxınlarda həmin cinayətdə əli olan qızı, yəni qətlə yetirilən şəxsin həyat yoldaşı da həbs olunub. Söhbət aprel ayında Biləcəri qəsəbəsində kirayə yaşadığı evdə öldürülən Ədil Məhərrəmovdan gedir. 8 ay öncə Binəqədi rayonu Biləcəri qəsəbəsində səs-küyə səbəb olan qətl hadisəsinin təfərrüatları məlum olub. Əvvəlcə aprel ayında ictimaiyyətə məlum olan təfərrüatlara nəzər salaq. Ağcabədi rayon sakini əvvəllər də məhkum olunmuş 57 yaşlı Nəcəf Qafarov kürəkəni Ədil Məhərrəmovu qətlə yetirmişdi. İndi isə bəlli olub ki, Ədil Məhərrəmovu qaynatası Nəcəf Qafarov qızı Nuranə Nəcəfova ilə birlikdə öldürüb. Lakin cinayət hadisəsini ata üzərinə götürüb və qızını aylarla istintaqdan yayındıra bilib. 6 ay öncə Ədil Məhərrəmovun qətlə yetirildiyi və kirayə qaldığı mənzilin qarşısındayıq. Hansı ki, həmən vaxtdan şübhələr onun həyat yoldaşının üzərində idi və şübhələr özünü doğrultdu. Ağır cinayət törətməkdə təkcə Ədil Məhərrəmovun həyat yoldaşı deyil, eyni zamanda bu işdə ona atası da kömək edib. Artıq onlar qətldə şübhəli bilinərək tutularaq istintaqa təhvil veriliblər və törətdikləri qətlə görə məhkəmə qarşısında cavab verəcəklər. Kişiləri çağıranda prokuraturadan onda dedilər ki, qadını tutublar, qadını öldürülmüş. Nə vaxt? Təxmin nə vaxt? Geçən ay, 2 ay bundan qabaq. Hə, dedi ki, tutublar arvadı, atası o öldürülmüş. Atası tutulmuş da. Atasını tutdular, sonra qarışdırdılar. Qətl hadisəsi mərhum və cinayətkarın birgə kirayə yaşadığı mənzildə baş verdiyi üçün evin sahibəsi həmin cinayət hadisəsi ilə bağlı bəzi məqamları danışıb. Tutulubdur da, iş kəsilibdir də, tutulubdur da, mən sarıbdır. Mən nə bilim nə qədər iş kəsilibdir, onların üstündə mən iştirak edə bilmişəm. Qeyd edək ki, qətlə yetirilən Ədil Məhərrəmov və cinayətdə şübhəli bilinən həyat yoldaşı Nuranə Nəcəfova bir neçə il öncə boşanmaq məqsədi ilə kanallardan birinin sosial proqramına müraciət edib və həmin dövrdə cütlük mübahisələri cəmiyyətdə böyük rezonans yaradıb. Can harda tutmuşam mən? Özü atdığı, yazdığı ərzəni mənim boynuma atıb. Onun da qətnaməsi gətirmişəm. Onun qorxucu. Orada sənətdə bir dənə qolum yoxdur. Bir saniyə. Hazırda həmin cinayət hadisəsi ilə bağlı istintaq araşdırmaları davam edir. Rəşad Vəkiloğlu, Nahidə Məmmədova, Space xəbər.